Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə aprelin 22-dən 24-nə qədər Çinə rəsmi səfəri baş tutacaq. Və sözün həqiqi mənasında Azərbaycan-Çin münasibətləri strateji xarakter kəsb edir və ikitərəfli münasibətlərimiz məlum strateji tərəfdaşlıq haqqında bəyannaməni imzalanmasından sonra özünün ən yüksək səviyyəsinə gəlib çatıb. Fundamental məsələlərdə ortaq mövqeyə malikik. Xüsusilə pandemiya dövründə Çinin Azərbaycana verdiyi dəstək unudulmazdır və eyni zamanda Çin Komünist Partiyası və Yeni Azərbaycan Partiyası arasında münasibətlər də sürətlə inkişaf edir və keçən ilin noyabr ayında Yeni Azərbaycan Partiyası ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Yəni həm siyasi dialoq, eyni zamanda iqtisadi əlaqələrimiz inkişafı sayəsində ciddi işlər görülür və bu günlər tam məsuliyyəti ilə söyləmək olar ki, hər bir tərəf üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir və iki dövlətin rəhbərləri arasında da münasibətlər yüksək səviyyədədir və təsadüfi deyildir ki, Çin Xalq Respublikasının sədri cənab Si Cinpin Azərbaycan prezidenti cənab İlham Əliyevi Çin xalqının köhnə dostu adlandırır. Dostluqda köhnə dostluğun məna və çəkisi çox yüksəkdir. Və eyni zamanda Çin xalqı dedikdə söhbət 1,4 milyon nəfərdən gedir. 1,4 milyard nəfərdən gedir. Yəni Azərbaycan prezidenti ən azı 1,4 milyard Çinlinin dostudur anlamına gəlir. Bu çox yüksək qiymətdir. Və bu günləri tam məsuliyyət hissi ilə gedirmək olar ki, həm iki tərəfli formatda, həm də çox tərəfli formatda əlaqələrimiz dinamik inkişaf tempinə malikdir. Azərbaycana Çin turistlər vizasız gəlirlər və Azərbaycan prezidentinin Çinə səfəri zamanı analoji addımın Azərbaycan turistlərinin münasibəti artılacağı gözlənilir və bu onu göstərir ki, turizmin inkişafı sayəsində bizim əlaqələrimiz dinamik inkişaf tempinə malikdir və Azərbaycan prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri heç şübhəsiz ki, ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafında yeni bir mərhələnin əsasını qoya bilər və eyni zamanda bu günlərdə Çin Xalq Respublikasının Azərbaycana yeni səfiri təyin edildi və yeni xanım səfirin mətbuata verdiyi müsahibəsindən də bəlli olur ki, yeni səfir də Azərbaycan-Çin münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı üçün əlindən gələn əsirgəməyəcəyini söyləyib. Deməli, dövlətlərimiz dost, dövlət başları dost, xalqlarımız dost və bu da təsadüfi deyil. Çünki tarixən biz dost olmuşuq və biz Çin qədimi İpək yolu çərçivəsində bizim dostluğumuz inkişaf edib. Həm də bu da təsadüfi sayılmamalıdır ki, böyük Nizami Gəncəvinin 7 gözəlindən biri də Çin gözəlinə vəsfinə həsr edilib. Bu da onu göstərir ki, tarixən xalqlarımız arasında münasibətlər o qədər inkişaf edib ki, hətta Azərbaycan dahi şair məhz vəsf etdiyi gözəllərin sırasında Çin gözəlinə də xüsusi qiymət verib, xüsusi dəyər verib. Bütün bunlar münasibətlərimizin tarixi köklərinin olduğunu təsdiqləyir və bu gün də həmin köklərə əsaslanaraq münasibətlər inkişaf edir və Azərbaycan prezidenti cənab İlham Əliyev və Çin Xalq Respublikasının sədri cənab Si Cinpin ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafı üçün əllərindən gələn əsirgəmirlər və bu əlaqələrin və bu inkişafın çox geniş perspektivləri mövcuddur.